Vaxtınız xeyir olsun. Bugün sizlərlə 6 aprel 2025-də düşmüş qəbul suallarına baxacağıq. Qeyd edim ki, bundan əvvəl də bu tip video paylaşmışam. Ancaq o videoda bildiyiniz kimi variantlar yox idi. Demək olar ki, əksər suallarda və yalnızca sual var idi və onun doğru cavabı mən izahını vermişdim. Ancaq bu səfərkində isə artıq variantlar da var. Onu da qeyd edim ki, 6 apreldə keçirilən imtahanda müəyyən problemlər yaranıb ki, orada iştirak edən müəllimlərə fevral ayında olan imtahanların sualı verilib və bu kimi belə bir problem yaranıb. Ona görə bu imtahanda da, bu hal-hazırda izah edəcəyim suallarda da nəsə yanlışlıq olsa, onu şərh hissəyə yazarsınız. Gəlin, vaxt itirmədən keçək suallara. İlk sualımız belədir ki, qeyd olunur ki, Konstitusiyaya əlavələrin qəbul edilməsi qaydasında səhv olanı deyir seçin. A variantında qeyd olunur ki, Milli Məclisdə 85 səs çoxluğu ilə Konstitusiya qanunu şəklində qəbul edilir. Əlbəttə ki, bu yanlışdır. Ona görə ki, 85 yox, 95 səs çoxluğu ilə bilirik ki, Konstitusiya qanunları şəklində qəbul edilirdi və biz onu bilirik ki, 2 dəfə səs vermə olurdu. İkinci səs vermə, birinci səs vermədən 6 ay sonra keçirilirdi və əlbəttə ki, Konstitusiya qanunların prezident imzalamasa qüvvəyə minmir, yadınızda saxlayın. Ona görə sonda imzalanmaq üçün prezidentə təqdim olunurdu. Bu birinci bizim sualımız. İkinci sualımız dövlət qulluğudur. Qeyd olunur ki, dövlət qulluğu haqqında qanuna əsasən aşağıdakılardan hansı inzibati vəzifələrin 6-cı təsnifatına uyğun gəlir? Gəlin, ən axırdan başlayaq. 7. Kiçik dövlət qulluqçusuydu. Mən elə bir sağdan sola gedirəm də, düzdürmü? Daha sonra 3-cü dərəcə dövlət qulluqçusu və bir də 2-ci dərəcə dövlət qulluqçusu. Daha sonra bəs 6-da hansılar olmalıdır? 6-ya baxırıq. 6-da olmalıdır. Bu ikisini atıram bura. 2-ci dərəcə dövlət qulluqçusu, 3-cü dərəcə və əlbəttə ki, 1-ci dərəcə dövlət qulluqçusu. Burada da deyir ki, uyğun gəlir deyir. Əlbəttə ki, bu 1-ci dərəcə dövlət qulluqçusu olmalıdır. Yadınızda bunu da belə saxlayarsınız. Daha sonra keçək digər sualımıza. Digər sualımız da dövlət qulluğu haqqındadır. Qeyd olunur ki, dövlət qulluğu haqqında qanuna əsasən inzibati vəzifələrin 5-ci təsnifatına aid olan ixtisas dərəcələrini böyükdən kiçiyə doğru sıralayın. Artıq biz 6-cı təsnifatı yazmışdıq ki, 1-ci dərəcə dövlət qulluqçusu, 2-ci dərəcə dövlət qulluqçusu və 3-cü dərəcə dövlət qulluqçusu. Bəs 5 nə olmalıdır? Bax, bu ikisini yazırıq bura. Yəni, burada olur 2-ci dərəcə dövlət qulluqçusu, 1-ci dərəcə dövlət qulluqçusu və dövlət qulluğunun, belə deyək, burada kiçik müşaviri olur və bunu da belə sıralamaya görə getsək, burada necə olacaq? Kiçik müşavir 1-dədir, daha sonra 1-ci dərəcə dövlət qulluqçusu və 2-ci dərəcə dövlət qulluqçusu. 1, 2, 3. Burada bu yanlış düşüb, buna fikir verməyin, onu mən silərəm. Daha sonra sual 4-ə baxırıq biz. Sual 4 bizdə situasiya sualıdır. Deyir, A və B şəxsləri dövlət qulluğuna müraciət etmişdilər. Hər ikisi universiteti yüksək nəticə ilə bitirib və yalnız A şəxsi yüksək dərəcədə xarici dil bilir. Məhz buna görə də işə A şəxsi qəbul edilir, B şəxsi isə buna etiraz edir. Bu situasiyaya əsasən kim haqlıdır? Ümumiyyətcə, belə deyim, dövlət qulluğu haqqında qanunda qeyd olunurdu ki, həmin o müsahibədən keçmiş namizədlər, əgərləri müsahibədə ikisi də eyni nəticəni yığıbsa, o zaman ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə, əgər onlar da eynidirsə, təhsil səviyyəsi fərqlənməklə bitirənlərə üstünlük verir. O da yox idiysə, xarici dil bilənlərə belə bir söz var idi ki, üstünlük verilir. Ona görə də B-nin etirazı əsassızdır. Çünki dövlət qulluğuna qəbul edilərkən qeyd etdiyim kimi, eyni göstəricilərə sahib olan şəxslər arasında xarici dil biliyi yaxşı olan şəxs seçilə bilər. Yəni, yazılmayıb seçilir, yazılır seçilə bilər, yadınızda saxlayın. Sual daha sonra 5-ə baxaq. Qeyd olunur ki, situasiya sualıdır bu da. Ayşən aptekə dərman almaq üçün daxil olur. Daha sonra aldığı dərmanın üzərində Azərbaycan dilində hər hansısa bir məlumatın yazılmadığını görür və buna etiraz edir. Ayşən bu apteki şikayət edəcəyini bildirir. Bu situasiya əsasən kim haqlıdır? Biz bilirik ki, dövlət dili haqqında qanuna əsasən ithal edilən mal və məhsulların üzərindəki etiketlər, adlar, onların istifadə
qaydaları haqqında izahat vərəqələri həmçinin başqa dillərlə yanaşı Azərbaycan dilinə tərcümə ilə müşahidə olunmalıdır. Ona görə də Ayşənin etirazı əsaslıdır və Azərbaycanda idxal olunan məhsulların üzərində xarici dillərlə yanaşı Azərbaycan dilində də yazılar olmalıdır. Yəni Azərbaycan dilinə tərcümə ilə müşahidə olunmalıdır. Ona görə A variantı doğru cavab olur. Daha sonra davam edirik sual 6 ilə. Qeyd olunur ki, korrupsiyaya qarşı mübarizəni həyata keçirən ixtisaslaşmış orqan hansıdır? Əlbəttə ki, bu korrupsiyaya qarşı mübarizə üzrə komissiyadır. Ancaq bundan əlavə bəzi sizə məlumatlar vermək istəyirəm. Bütün dövlət orqanları, bələdiyyələr, qurumlar, yəni publik hüquqi şəxslər və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəni həyata keçirirlər. İxtisaslaşmış orqan deyəndə bu korrupsiyaya qarşı mübarizə komissiyası idi ki, onun da üzvlərin icra, qanunvericilik və məhkəmə orqanları tərəfindən təyin edilən üzvlərdən ibarət idi. Düzdürmü? Və onun da səlahiyyətləri qanunla təsdiq edilən əsasnamə ilə müəyyən olunurdu. Ancaq onu da qeyd etmək istəyirəm ki, əgər korrupsiya ilə əlaqədar hüquq pozmalar, belə deyək, inzibati və cinayət məsuliyyəti yaradırsa, o zaman korrupsiyaya qarşı mübarizəni qanunvericiliklə müəyyən edilmiş qaydada kimlər həyata keçirir? Hüquq, mühafizə orqanları həyata keçirir, yadınızda saxlayın. Bu da belə. İndi isə baxırıq biz sual 7-yə. Milli Məclisin həll etdiyi məsələlərdən biri yanlışdır. Mən dövlət qulluğu deyirəm, üzr istəyirəm. Konstitusiyadan qızıl qaydalarda da qeyd etmişdim ki, bu beynəlxalq müqavilələrin təsdiqi və ləğvi bizdə istisnadır. Baxmayaraq ki, burada feil var, bu ümumi qaydalar idi. Ona görə o dərsə baxanlar artıq bunu rahat şəkildə yaza bilər. Bu nədir? Ümumi qaydadır. Heç digərlərinə baxmağa ehtiyac yoxdur. Daha sonra sual baxaq 8-ə. Prezident nəyin təminatçısıdır? Bundan əvvəlki sualda da mən qeyd etmişdim. Hətta Konstitusiyadan qızıl qaydalarda da buna mən toxunmuşam. Prezident Azərbaycan Respublikası dövlət müstəqilliyinin, məhkəmə hakimiyyəti müstəqilliyinin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır, yəni hamısı. Və əlavə olaraq məhkəmə hakimiyyətində qeyd etdik. Bir də ərazi bütövlüyü var idi. Onu da qeyd edək. Ərazi bütövlüyü. Daha sonra keçək digər suala. Sənədin rəsmiləşdirilməsi nə üçündür? Əlbəttə ki, sənədə rəsmi xarakter və hüquqi qüvvə verilməsi üçün sənədlər rəsmiləşdirilməlidir. Da rəsmi qüvvə yox. Hüquqi qüvvə olmalıdır ki, sabah hər hansı bir problem olanda məhkəmədə onun hüquqi qüvvəsi olsun ki, məhkəmə də ona əsaslansın qərar verəndə. Sual 10 məlumat azadlığı haqqında qanunlandır. Qeyd olunur ki, məlumat azadlığının həyata keçirilməsinin əsas prinsiplərindən biri deyil. Məlumatın açıqlığı və ona mübadilə edilməsinin azadlığı bu var. Deyir ki, yalnız vəzifəli şəxslərin ailə və şəxsi həyat sirlərinin saxlanılması xeyr. Niyə yalnız vəzifəli şəxslərin ki, hər bir şəxsin, belə deyək, hər kəsin, daha doğrusu, hər kəsin həyat sirrinin saxlanılması. Bax, bu o prinsiplərdən biri deyildir. Keçək digər suala. Sual 11. Dövlət qulluğunun rotasiyası qaydasına aid deyil. Maraqlı sualdır. Ümumiyyətlə qeyd olunur ki, inzibati vəzifə tutan dövlət qulluqçularının bir vəzifədən başqa vəzifəyə keçirilməsi. Bəli, bu doğrudur. Yəni rotasiya dedikdə bunu nəzərdə tuturuq. Və hətta onu da qeyd etmək istərdim ki, rotasiya qeyd etdikdə, yəni bu qanunun 31.1-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Yəni bu hər ikisi də doğru cavabdır. Daha sonra, rotasiyanın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada edilməsi. Onunla bağlı sizə bir şey demək istəyirəm ki, rotasiya yəni necə olurdu? Dövlət orqanı rəhbərinin qərarı ilə olurdu və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada. Yəni müvafiq icra hakimiyyəti orqanının yox, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada. Ona görə bu deyil. Məsələn, D bəndində qeyd olunur ki, rotasiyanın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən həyata keçirilməsi. Bu da doğrudur. Daha sonra keçək digər suala. Sual 12. Kargüzarlıq haqqında təlimata əsasən əmrin şərh hissəsində hansı məlumatlar yazılmalıdır? Əmr şərh və sərəncam hissələrindən əlavə olunurdu. Şərh hissəsində isə əmrin verilməsi üçün əsas götürülən faktlar ifadə edilirdi. Bəs sərəncam hissəsində nə olurdu? Sərəncam hissəsində isə görülməli olan tədbirlər sadalanırdı. Bu sərəncam hissəsində olmalıdır.
Daha sonra keçirik sual 13-ə. Naxçıvanın Ali Məclisi ilə Azərbaycan Respublikasının Milli Məclisində eynidir. Deyir, hər ikisi 125 deputatdan ibarətdir. Xeyr, Naxçıvanda 45 idi. Azərbaycanda 125. Hər ikisinə Milli Məclisin sədri başçılıq edir. Əlbəttə ki, səhvdir. Naxçıvanda Ali Məclisin sədri var. Hər ikisinin səlahiyyət müddəti 5 ildir. Bax, bu doğrudur. Deyir, hər ikisi 95 deputatdan ibarətdir. Xeyr. Daha sonra sual 14. Dövlət qulluğuna xitam verilməsi şərtlərinə aid deyil. Əlbəttə ki, dövlət qulluqçusu yazılıb xəta törətdikdə. Bunun heç bir, yəni belə deyək, xitam verilməklə bağlı adiyyatı yoxdur. Onu da qeyd edim ki, dövlət qulluqçusu ixtisas dərəcəsindən məhrum edilir, yalnız vətəndaşlıqdan məhrum edildikdə. Vətəndaşlıq məhrum yazıram. Bax, bunu da yadınızda saxlayın, imtahana düşə bilər. Sual 15. Qanunların tətbiqinə və icrasına kim nəzarət edir? Əlbəttə ki, bu baş prokuroru idi. Bununla bağlı mən əvvəlki testdə də demişdim. Sual 16 Naxçıvandandır. Naxçıvanın statusunun müəyyən olunması haqqında yanlış hansıdır? Qeyd olunur ki, Naxçıvan Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. B variantında qeyd olunur ki, Azərbaycan Respublikasının konstitusiyası Naxçıvanda hüquqi qüvvəyə malik deyil. Əlbəttə ki, bu yanlışdır. Hüquqi qüvvədədir bizim konstitusiya. Ona görə B variantı yanlış olur. Sual 17. Həqiqi hərbi xidmətə çağırılma haqqında sərəncamı kim verir? Bu, əlbəttə ki, Azərbaycan Respublikasının prezidentinin səlahiyyətindədir. Sual 18-ə baxaq. 4-cü kateqoriya dövlət orqanı hansıdır? Naxçıvan Ali Məclisi neçədədir? Yadınızdadırsa, bu 1-də idi. Naxçıvan şəhər prokurorluğu. Rayon prokurorluqları ümumiyyətcə 4-də olurdu. Bakı şəhəri istisna olaraq 3 idi. Bakı şəhər icra hakimiyyəti 2-dir. Bu da istisnadır. Digərləri 4-dədir. Məhkəmə Hüquq Şurası isə 1-ci kateqoriya dövlət orqanıdır. 4-ü istəyirsə B variantı doğru cavab olacaq. Sual 19. Prezident hansı məsələni Milli Məclisin razılığı olmadan həll edir? Elə əfv etmə məsələsi Milli Məclisin razılığı olmadan olmur. Baş naziri vəzifəyə təyin edir. O zaman razılıq alınır. Ancaq azad edəndə razılıq alınmır. Bu haqda demişəm. Baş prokuroru vəzifəyə təyin və vəzifədən azad edəndə də razılıq alır. Bir də müharibə elan edir. Müharibə və sülh bağlanmasına bağlı Milli Məclisdən razılıq almalıdır. Sual 20. Azərbaycan Respublikasının konstitusiyasına əsasən bələdiyyələrlə bağlı verilənlərdən biri yanlışdır. Biz bilirik ki, bələdiyyələr yerli vergilərlə bağlı 3/2 səs çoxluğu ilə, yəni qərar qəbul edir üzvlərinin 3/2-si ilə. Burada deyir ki, sadə səs çoxluğu ilə. Əlbəttə ki, bu bizdə yanlış cavab olmalıdır. Məsələn, bələdiyyələr Milli Məclisə hesabat təqdim edir öz fəaliyyətləri barədə. Həmçinin dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir və bələdiyyənin statusunun əsasları konstitusiya ilə, seçkilərin qaydaları isə qanunla müəyyən edilir. Bələdiyyənin statusu nə idi? Yerli özünü idarə etmə orqanıdır. Yerli özünü idarə etmə. İdarə etmə. Bunu da yadınızda saxlayın. Daha sonra sual, baxaq 21-ə. Silahlı qüvvələrin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi səlahiyyətə aiddir. Razılıq verilmə ümumiyyətlə Milli Məclisdə olur və A variantı doğru cavab olacaq. Sual 22 isə Naxçıvandandır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həll etdiyi məsələlərə aid deyil. Bu da belə bir maraqlı sualdır. Burada qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası büdcəsinin təsdiqi. Bu var idi mi? İndi mən axırdan başladım. Bu var. Naxçıvanın iqtisadi və sosial proqramlarının təsdiqi var. Bu da var. Naxçıvanın baş nazirinin vəzifəyə təyin edilməsi, həmçinin azad edilməsi məsələsi də var. Ancaq Naxçıvanın Muxtar Respublikasının Ali Məclisinə seçkilər bu isə yoxdur. Yəni bizim doğru cavabımız A variantı olmalıdır. Sual 23 konstitusiyadandır. Qeyd olunur ki, konstitusiya əsasən Milli Məclisin həll etdiyi məsələlərə aiddir. Mənim konstitusiyadan qızıl qaydalarıma baxan insanlar bunun artıq cavabını tapa bilərlər. İnzibati ərazi bölgüsü həll etdiyi məsələdir, baxmayaraq ki, isimdir. Bu bizim istisnamız idi, ancaq ərazi quruluşu ümumi qaydalardır. Yəni 2 olan variantı götürmürəm. Referendumun təyin edilməsi, bəli, bu da var, həll etdiyi məsələdir. Və bələdiyyələrin hesabatının dinlənməsi, bu da var. Digər 2 məsələ isə referendum və təhlükəsizliyin əsasları, bu isə ümumi qaydalardır. Yəni bununla bağlı qanun qəbul olunmur. Yəni doğru cavabımız B variantı olmalıdır.
Və bununla da biz də belə deyək, qəbula düşmüş sualların bir çoxunun izahına baxmış olduq. Bundan əvvəl də mən paylaşmışdım digərləri nə tipdə olub, hansı tipdə suallar olub. Onu da qeyd edim ki, burada suallarda yanlışlıq ola bilər əlbəttə ki, çünki bu imtahanda iştirak edənlərin sorğusuna əsasən hazırlanıb. Bilirsiniz, test kitabçaları verilmir. Əlavə olaraq hansısa bir şərhiniz olarsa, bununla bağlı şərh hissəsində bildirin. Bir də mənim Telegram və WhatsApp qrupuma da üzv ola bilərsiniz. İzlədiyiniz üçün sağ olun.